Salam qızlar, necəsiz? Yeni bir makyaj edə bilməmə videosuna xoş gəlmisiniz. Keçən videom sevildi deyə dedim ki, yenə də eləyə bilməmə videosu çəkim. Xanım YouTube'da biri yazıb ki, liner yaxşı alınmadı. İstədim söyləyəm ki, xanım ümumiyyətlə hansı bir yaxşı alındı ki, qaldı ki, liner yaxşı alınmasın. Bilməyənlər üçün deyim ki, qızlar, mən makyaj etmirəm, yəni xoşlamıram. Ona görə makyaj şeylərim də demək olar elə yoxdur. Özünüz də görürsünüz ki, elə çox bir şeydən də istifadə etmirəm zaten. Tananiyə qaldıqda isə qızlar, Tanani ümumiyyətlə istifadə etmirəm. Artıq 4 ildir ki, istifadə etmirəm. Hamilə vaxtı mənə həkim demişdi ki, nə çəksən, hamısı uşağa gedirmi, nəsə belə bir şey. Ona görə deyir ki, qoy icazə vermədi və mən ondan sonra demək olar Tanani istifadə etmirəm. Və yaxşı ki də etmirəm. Mən Tanani istifadə edəndə qızlar fərqi yox idi, hansı firma olur olsun. Üzümdə dəhşət səpkilər yaranırdı. Amma indi isə səpki olur, amma o qədər də olmur da, arada bir etki olur. Belə qızlar, videomun sonuna gəldik. Yorum, bəyəni, takip etməyi unutmuruq qızlar. Hələlik.